Müxtəlif zamanlarda müxtəlif rəssamların müraciət etdiyi bir əfsanə var. Oliferin ordu sərkərdəsi idi. Udeyaya hücum etmişdi. Vavilonda Vertuliya şəhərini mühasirədə saxlayırdı. Burada gənc dul Yudif yaşayırdı. Şəhər sakinləri çıxılmaz vəziyyətdə idilər. Gözəl libasını geyinən Yudif qulluqçusunu özü ilə götürür, düşmənin düşərgəsinə gəlir. Sərkərdə Oliferin cəsur qadına heyran olur. Onunla şam yeməyi də yeyir. Çox içdiyi üçün sərxoş olan Oliferin yuxuya gedir və Yudif qulluqçusu ilə birlikdə onun başını kəsir. Başını zənbilə qoyub düşərgəni tərk edir, öz doğma şəhərinə qayıdır. Səhər öz sərkərdəsini başsız görən orduya panika düşür. Onlar şəhərə hücum etmirlər. Yudif isə öz doğma şəhərində yaşamını davam etdirir.